Bax o məsələlər, maarifləndirmək məqsədi. Sovet sistemindən bəri qalan qayıb sistemi var idi. Onun yığışması məni çox sevindirdi əslində. Müəllimin birini xaric eləmişdilər məktəbdən, mobbing məsələsi var imiş, dəqiq bilmirəm. Sonra o şagirdlər yenidən etiraz edib müəllimi geri istəyirlər. Amma burada Arif kişinin börək daşını təmizlədiyini reklam eləmə. Öz elədiyim. Məsələn, BO2-nin düsturu niyə lazım olsun? Nə qədər desələr də ki, Tibb Universitetində ay belə təhsil, fərq böyükdür. Salam dəyərli izləyicilərimiz. Bugünkü Why and Because podkastımızın qonağı mənim də müəllimim olmuş Samir Cavadlıdır. Samir müəllim, xoş gəlmisiniz. Mən sizə müəllim deyəcəm, öz müəllimim olduğunuza görə. Salam, xoş gördük. Çox sağ olun. Mən də salamlayıram hamınızı. Eləcə də bizi izləyənləri. Samir Cavadlı. Bəli, özünüzü təqdim etməyəsiniz onu. Mən Samir Cavadlı. Mikrobiologiya üzrə dosentəm. Tibb Universitetini bitirmişəm 2002-ci ildə. Ondan sonra da internaturanı keçdikdən sonra 2004-cü ildən Tibb Universitetində işləməyə başlamışam. Tibbi mikrobiologiya kafedrasında və 2022-ci ilə qədər orada davam eləmişəm. Sonra isə artıq yeni kafedra yaranıb. O kafedranın qurulması həvalə olunmuşdu. O kafedraya 2022-ci ildən keçmişəm. Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrası. Orada davam edirəm. Hal-hazırda da orada işləyirəm kafedra müdürü kimi. Amma belə deyim, əslən mikrobioloqam. O sahədə eyni zamanda praktik fəaliyyətimi davam elətdirirəm, göstərirəm. Buradan bir dənə əslində sual birbaşa çıxır. Biz çəkilişdən öncə də danışdıq. Bu kafedranın, yəni 2022-də açılan kafedranın mahiyyətini məncə biz insanlara... Düzdür, bu kafedranın adı biraz qəribə gəlir. Çünki Azərbaycanda yeni... Ümumi gedir, məqs kimi. Azərbaycanda yeni bir sahədir, belə deyək. Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrası əslində dünyada bu 90, çox əvvəllərdən var, amma məsələn Türkiyənin özündə 93-dən başlanılıb bu kafedraların bu sahənin yaranması və hazırda çox güclü bir belə deyim sahəyə çevrilib. Kafedranın və yaxud da bölüm deyək, önəmi nədir? Bunlar tibb təhsili ilə bağlı olan həm proqramların hazırlanması, proqramların dəyərləndirilməsi, qiymətləndirilməsi, sonradan onların yenidən işlənməsində rol oynayırlar. Eyni zamanda bu proqramlarla müəllimlərin işləməsini öyrədirlər. Yəni belə deyək, müəllimlərin pedaqoji peşəkarlığının artırılmasında rol oynayırlar. Təhsili aktuallaşdırır, təhsil sistemi. Bəli, təhsil sisteminin. Çünki hər adamın ola bilər imkanı olmasın bu sahədə yenilikləri izləməyə. Konkret olaraq bu bölmənin, bu kafedranın işi ondan ibarətdir ki, tibb təhsilində olan yenilikləri, hansı metodlar əlavə olunub, hansı metodlarla dərs keçirilsə daha effektiv olar. Bilirsiniz ki, tibb təhsili fərqli bir sahədir. Gündən-günə də aktuallaşır və bir çox sahələri özündə birləşdirən, belə deyək, həm bir sənət sahəsidir, həm də bir elm sahəsidir. Ona görə də bu tibbdə daimi olaraq yeniliklər baş verdiyinə görə onları araşdırmaq, eləcə də bu araşdırmanı ölkə səviyyəsində aparıb, o dünyadakılarla müqayisə eləyərək biz nə edə bilərik, daha yaxşı nələr ola bilər, bunları vaxtaşırı o sahədə olan təlimçilərə deyək də, təhsil verənlərə çatdırmaqdan ibarətdir birinci növbədə. Sonra eyni zamanda tələbələrlə bağlı həm o kafedranın özü tələbələrə bazı bacarıqları öyrədirlər, klinik bacarıqları. Məsələn, həkim-xəstə münasibəti, empatiya, inyeksiyalar, müxtəlif inyeksiyalar. Çox önəmlidir. Bizim dövrümüzdə o yox idi məsələn. Yox idi. Bu indi ayrı-ayrı hər biri bir dərsdir. Beynəldaxili inyeksiyadır, damar yolunun açılması, əzələ daxili və s. Yəni bunlar özü hər biri bir mövzudur, ayrıca işlənilir və praktik olaraq maket mulyaj üzərində işlənilir, simulyasiya olunaraq işlənilir.
bu kimi bacarıqların öyrədilməsidir. Və eyni zamanda indi hələ ki bizdə o tam oturuşmayıb, təzə yarandığı üçün gələcəkdə isə bu məzuniyyətdən sonrakı təhsili də, davamlı tibb təhsilini də əhatə eləyir. Rezidentlərdən söhbət gedir. Bəli, rezidentlər və eyni zamanda həkimlərin özlərinə yeni çıxan cihazların tanıtılması, onunla işləmə Tam təlimləridir. rezidentlərdən düşmüşkən bir sual verəcəm. Mənə rezidentlərdən bəzən şikayətlər gəlir ki, biz bilmirik ki, bizə kim nəzarət edir. Yəni bəzən problem olanda bunu dekanatlığa mı şikayət etməliyik, yoxsa Səhiyyə Nazirliyinə mi? Bunun haqqında sizin məlumatınız varmı məsələn? Rezidentlərin tabe olduğu əsas belə deyim, bölüm rezidentura şöbəsidir. Bu şöbə cavabdehlik daşıyır, amma sözsüz ki, bunun o rezidenturanın keçdiyi müəssisənin hara tabe olmağıdır. Ondan asılı olaraq dəyişə bilər. Tutaq ki, Tibb Universitetində rezidentura şöbəsi var, lazım olduqda ora müraciət edirlər. Amma onları aşan bir məsələ olsa, o zaman Səhiyyə Nazirliyinə. Səhiyyə Nazirliyinə gedir. Çünki birbaşa ora tabeçilikdir. Bu açdığınız, siz açmısınız bu kafedranı? Yəni ideya sizdədir, yoxsa yəni startap olaraq maraqlıdır? İdeya olaraq bəli, nəyə görə bunu elədik? 2020-ci ildə proqramlar dəyişirdi. Bilirsiniz ki, proqramlar hər 5 ildən bir yenilənir. Proqramlar dəyişirdi və o zamanda planda var idi ki, beynəlxalq akkreditasiyadan keçilsin. Beynəlxalq akkreditasiyadan keçmək üçün də müəyyən bir sənədlər var, qaydalar var. Bəli. Onları əməl eləmək, kriteriyalar var. Əməl eləmək lazımdır. Məsələn, EMI-QAID deyilən bir tibb təhsili ilə bağlı Avropa Tibb Təhsili Assosiasiyası deyək. Onların kriteriyaları var ki, tibb təhsili verən müəssisələrdə mütləq şəkildə tibb təhsili kafedrası və ya bölməsi olmalıdır. Hətta o bölmə olmayan müəssisələr akkreditasiyadan keçirilmir. Ona görə biz də onu müzakirə elədik rəhbərliklə bərabər və sonra çıxarıldı bu müzakirəyə və belə qərara gəlindi kafedranın açılması. Məni bu kafedra həqiqətən sevindirdi. İnşallah gəlib bir baş çəkərsən, baxarsan necə bir kafedradır. Əslində sizlə müsahibədən əvvəl bir təhsil alan tələbə ilə danışmışdım. Yəni buraxdığım kimi deyil, çox inkişaf edib. Sadəcə insanlar bunu görmək istəmir. Bəli, görmək istəmirlər ya o köhnə ilə bir dəfə bu yaxınlarda sosial şəbəkələrdə bir müzakirə aparırdılar. Başladılar yenə eyni fikir, Tibb Universiteti belə tibb deyirəm ki, haranı bitirmirsən? Deyir, mən Türkiyədə bitirmişəm. Deyirəm, o zaman necə münasibət bildirə bilirsən? Yəni, görmədiyim bir şey. Görmədim, hətta onu da dəvət elədim. Gəlin, bir baxın, görün necədir. Və yaxud da 15 il əvvəl bitirib. Bizim dövrdə filan yerdə filan idi, belə aktuallaşıb hər şey. Amma o dövr deyil artıq. Bəli. Midtermlər var. Bəli, çox şey əlavə olunub, çox şey yenilənib, çox şey dəyişdirilib. Çox böyük addımlar atılır. Sadəcə olaraq bunu həmişə deyir. 90 ildə yığılan problemi 10 gündə, 1 ildə, 3 ildə eləmək mümkün deyil. Bilirsiniz nəyə oxşayır? Belə psixiatrik sahədən bir misal deyəcəm. Depressiyada olan insan heç vaxt göyə, yaxud buludlara, yaxud belə şeylərə baxmır. Sadəcə neqativ yönlərə yönəlir. Bizim insanlarda sadəcə tənqid eləmək üçün bəzən söz deyirlər. Yəni həkimləri tənqid eləyib, yəni söz xatirinə söz demək. Yəni araşdır, bax. Bəli. Məğzinə düşməsin. Ki, tələbələrdən soruşdum. Ki, tələbələrlə danış. Gör nə dəyişib, nə pisdir, nə olanı de. Yəni, bəli. Amma 15 il əvvəllə götürüb insanların da bu dəqiqə cəmiyyətdə həkimlərə qarşı, tibb sahəsinə qarşı, səhiyyə qarşı bir kim var, aqressiya var. Bəli. Bunu özümüz yaradırıq. Təbii ki. Sosial şəbəkələr çıxandan hər kəs girir, bir şey yazır. Like yığmaq xətrinə olan səhifələr. Amma araşdırmadan. Bəli. Sən bunu araşdır, ondan sonra mən araşdırdım, necə qoymuşam o universiteti, o şəkildə davam edir. Və işin gülməli tərəfi odur ki, o saytlarda o məqaləni yazanların heç bir təsiri olmur bəzən və sənin 6 il aldığın təhsilə qarşı, yəni bu o da var. Yəni özünün təhsili yoxdur, təhsili müzakirə eləyir. Bəli. Və yaxud da özü heç burada təhsil almayıb, başqa yerdə alıb, bura fikir bildirir. Bəli. Bunun üçün bir araşdırma aparmalısan da, ən azından bir şey deməsi üçün. Bunun üçün ən yaxşısı, yəni özün gəlib görmək istəmirsən, təbii ki, tələbədə olsun, tanışın ətrafında var.
bunlarla söhbət aparanda sözsüz Biraz ki, tam biləcəksən. subyektiv olmur da, yəni obyektiv olmur, subyektiv bir şey olur, fikir subyektiv olur məsələn. Ona görə də məncə o cür fikirləri obyektiv olaraq kiməsə çatdırmaq və insanların görürsən, bu da məsələn həkimdir, tibb universitetini bitirib, amma görürsüz narazılıq eləyir. Demək ki, həkimlər budur. Məncə ümumiyyətlə burada tam vurğulamaq istədiyim bir şey, bəzi insanlar bunu sərt qarşılaya bilər, amma sosial şəbəkələrdə də türklər kimi bir hüdud qoyulmalıdır. Məsəl üçün küçədə xuliqanlıq edən insana 4 il iş verilirsə, ən azından sosial şəbəkədə bir insana mobbinq edən insana da ən azından 20 gündə olsa verilməlidir ki, o insanlar yığılsın. Çünki insanların psixologiyasında bu kəskin şəkildə təsir edir. Məsələn, bir insan öz fotosunu paylaşır, biraz mövzudan kənar da olsa, onun altına o qədər belə insanlıqdan kənar şeylər yazılır ki, hamısı cərimə olsa heç kim yazmaz. Hər kəsin şəxsi düşüncəsi var, istəkləri var. Yəni kimsə kimsəyə sənin sərhədi və yaxınlaşmadıqca bir şey deyə bilməzsən. Şəxsiyyətinə toxunmaz. Sən məsələn baxmaq istəmirsən, baxma. Yəni sən bilirsən ki, bunun içində nələr ola bilər. Bəli. Niyə girib baxırsan? Niyə girib komment edirsən? Baxdınsa, niyə pis fikir bildirirsən? Baxma, çıx oradan. Elə. Bunun kimi yəni çox şeylər var, amma məsələn mən onunla razıyam ki, bəzi şeylərdə senzura olmalıdır. Mütləq şəkildə. Senzurasız çünki bu sonunda insanlara təsir eləyir. Hətta hamının bəyəndiyi, indi bəyəndikləri Avropada belə bu senzura qaydaları var və riayət olunmalıdır. Məncə olmalıdır, çünki dediyim kimi sonunda cəmiyyətə təsir edən bir şey. Təbii ki, hər xırda psixoloji təsir belə cəmiyyətdə böyük bir rol. Məsələn, hər hansı bir müəllimi tənqid edirsən, o müəllim hər hansı bir şagirdi yetişdirir. Sən onun üzərinə mobbinq edəsən, yəni uzun müddət təsir edəndən sonra onun yetişdirdiyi şagird gələcəkdə 20 il sonra hər hansı bir bu yaxın dünən oxudum, müəllimin birini xaric eləmişdilər məktəbdən, mobbinq məsələsi var imiş, dəqiq bilmirəm. Sonra o şagirdlər yenidən etiraz edib müəllimi geri istəyirlər. Bilirsiniz, burada nədir məsələ? Məsələn, birinə qarşı ola bilər eləsin, amma səbəbini araşdırmaq lazımdır. Bəli. Artıq bir cəmiyyət olaraq da dəymə düşər olmuşuq. Bizim vaxtımızda da olub da müəllimlərin tərs bildirmə, fikir bildirməyi, vurmağı hətta. Mən demirəm, elə qarşıva çıxanı vur. Bu bir yöntəm deyil. Amma müəllimi də hər şeyə görə aşağılama, alçatma, sən fikir bildirə bilmərsən. Niyə? Biz ona övladımızı tapşırıb əgər ona deyirsə ki, bunun tərbiyəsinə, təlimi ilə məşğul ol. İlk müəllimi dinləmək lazımdır. Bəli. Hiyerarşi deyə bir şey var, Samir müəllim. O hiyerarşini pozublar. Bilirsiniz necə pozublar? Bunu belə izah edeyim. Əvvəl SSR vaxtında sadəcə müəllim haqlı idi. Amma indi dedilər ki, tamam, şagirdlər də söz deyir. Amma o demək deyil ki, şagirdlər dediyi hər şey haqlıdır. Nisbini qorumaq lazımdır. Yəni şagird haqlı ola bilər, amma müəllim orada daha çox biləndir. Bəli, öz fikrini bildirməli. Öz fikrini bildirir və yaxud da sənin pisliyini istəməz. Orada müəllimin işi səni aşağılamaq deyil, əzmək deyil. Hər halda bir neçə dəfə xəbərdarlıq eləyib, bunu görüb ki, düzəlmir. O zaman bir tənbih metodu seçib. O da insandır, bəzən xəta edə ola bilər. Bəli, o qədər əsəbləşər ki, o həddə çatar. Tək şagirdlər deyil, onun ailə həyatı, digər şeylər də var, yəni üzərinə gələndə. Mən övladıma demişəm, əgər məktəbdə valideyn sənə bir şillə vursan, mən onun üstünə getməyəcəm. Müəllim vursa. Bəli. Çünki müəllim də sonunda bir valideyndir. Elədir. Amma bu demək də deyil ki, müəllimlər bunu sui-istifadə eləsinlər. Yox, onu deyirəm. Yəni sui-istifadə yox. Bəli, balans qorunmalıdır. Bəli. Amma yəni niyə mənim uşağıma söz dedin? Niyə vurmağı hələ bir kənara buraxıram? Niyə mənim uşağıma cəmaatın içində söz dedin? Cəmaatın içində dediyin 25-30 nəfər bunlar sinif yoldaşlarıdır. Harda desin? Yəni tutaq ki, çağırır öz otağında. Hər 25-ini ayrı bir-bir çəkib desə. Və yaxud da deyə bilər. Amma sənin uşağında təhlükdəmi ona cavabı verir? Cavabı verir, yox. Onun əsəbi ilə təhlükdəmi oynayır? Yox. Mən onun barədə demişəm ki, Azərbaycan cəmiyyəti, yəni insanlarımız Lütfizadənin qeyri-səlis məntiqini həyatlarına tətbiq etməlidirlər.
Balansı qorumaq üçün. Bir insan bir dəfə pislik eləyir, o demək deyil ki, ömür boyu sənə pislik eləyəcək. Və bir insan bir dəfə yaxşılıq eləyir deyə bütün yaxşılıqlar ona. Məsələn, bir həkim bir dəfə düzgün əməliyyat eləyir, hamı ona qaçır ki, bu məsəl üçün bir müəllim bir dəfə bir səhv eləyib deyə onun o qədər yaxşılığını silmək bu faciədir. Mən indiyə qədər də xatırlayıram, mənim xəttim bir həkimin xəttinə görə çox yaxşıdır. Psixolojik tarazlıq söhbətidir o xəstəlik. Orta məktəbdə də həmişə divar o vaxtda şeylər kompüter falan yox idi, əllə yazılırdı divar qəzetləri. Divar qəzetlərini mən yazırdım məktəbin. Və yaxud da sonra universitet illərində sənədlərdə yenə də jurnalı falanı yazmağı mənə deyirlər xəttimə görə. İndinin özündə də mənim xəttim korlanmıyor. İndi qədər də xatırlayıram, ilk bu ibtidai sinifdəki müəllimim, Sveta müəllimə ruçkanı barmağımın arasına qoyub sıxmışdı. Yəni ondan sonra o yazını düzəltmək istəyində qaldım. Şuur altında qaldı. Ondan sonra da mənim valideynim durub gedib onu danlasınmı? Onda haqsız olacağını düşünüb siz onu əməl eləməyəcəksiniz. Yəni bu demək deyil şiddət, psixolojik şiddət falan, mən amma onu deyirəm, yəni şiddət demirik ki, şiddətin tərəfdarı deyiləm və yersiz də. Amma müəllim özündən çıxıb o səbri daşıb bir şey deyirsə, bitirmək lazımdır özü. Bəli. Bizim cəmiyyətin şeyi biraz tibbi şəkildə açıqlasam, hər bir hadisəyə elə bir xərçəngin axırıncı stadiyasında kəsib atmalıyıq. Bəli, o cür yanaşırıq. Onda heç kim qalmayacaq burada. Heç bir müəllim olmayacaq. Bir müəllimin yetişməsi 4 il, neçə il alır yəni. Birinə görə də bütün müəllimləri ümumiləşdiririk. Həkimlərə tənqid də budur. Bəli, bu cürdür müəllimlər. Müəllimlər şiddət tədbir, müəllimlər uşaqlarla davrana bilmir. Niyə davrana bilmir? Sənin uşağın normal davrana bilirmi? Mən evdə bir uşağı biz nə qədər çətinliklə tərbiyə eləyirik. Elədir. Özümüz əsəbləşdiririk, qışqırırıq, bağırırıq. Amma müəllim qışqıranda olmaz. Amma o 25-30 uşağı idarə eləyir. Bizim bir sinif rəhbərimiz var idi. Siz dediniz, misal mən də onu deyim, xanım müəllimə. Mən psixiatriyə başlamamışdım, uşaq idim onda. Həmişə deyirdi ki, hər kəs sinifə öz valideynlərinin tərbiyəsini gətirir. Onda hamımız qışqırırdıq, nə danışırsan, sən bizim valideynlərin... Sonradan başa düşdüm ki, həqiqətən də düz deyir. Yəni, psixiatrik şeylərdən sonra, araşdırmalardan sonra gördüm ki, həqiqətən də xanım müəllim mənə onu 2000 neçənci il, 2006 falan dediyi şey həqiqətən reallıqdır. Bu yaxınlarda mən bir psixiatrdan danışırdım, ona da o sual verdim ki, son vaxtları mobbing, şiddət uygulamayın, tətbiq eləməyin, bullying. Yəni, əvvəllər bu var idi, nə valideyn dinmirdi, nə cəmiyyətdə belə bir şey yox idi ki, müəllim filan gəlsə bir şillə vurdu və yaxud da, nə bilim, filan sözü dedi. İndi amma eləyən kimi həm uşaq, həm də valideyni mənim uşağıma qarşı şiddət var. O müəllim qorxa-qorxa dərsə gedir. Niyə belə olub? Yəni, o zaman bu şiddət deyildimi, yoxsa indimi nəsə bir... Sadəcə indi danışa bilir. Deyir, o zaman hər kəsə tətbiq olunurdu. Ona görə qeyri-adi görünmürdü. İndi seçici olaraq olduğuna görə qeyri-adi görünür. Maska manipulyasiyasını izah etmişdim. Onun üçün bir şey deyən. Məsələn, bir taksi şoförü var, indi ondan yol gəlirik bura. Ümid edirəm ki, görməz bunu. Məsələn, deyir ki, mən maşıma bir dənə adam vursun, maşın vursun. Mən sığortalısını zaten ödəməyim, biraz pul olsun, bankın kreditini bağlayayım. Yəni, indiki insanlarda mən bir dənə uşağımı biri döysün, əslində şuuraltı onu fikirləşirik, biri şiddət eləsin ki, mən ona qarşı reaksiya verim, cəmiyyətdə seçilim. Bəli. Çox problemdir, çox böyük bir problemdir. Çox təəssüf ki, bəli, yəni cəmiyyət əvvəlki cəmiyyət deyil. Səbir yoxdur. Səbir də yoxdur. Bir yandan, yəni özü də nə etdiyini bilmir bəlkə də. Bəli. Avtomatik, avtonom insanlar. Yəni o şəkildə davam edib gedirik. Niyə mikrobiologiya, Samir müəllim? Niyə mikrobiologiya? Hərdən bəzən deyirlər ki, geri qayıtsan, əvvəlki dövr olsa götürərdimmi? Götürərdim. Mikrobiologiyanı mənə sevdirən, Allah can sağlığı versin, Mikrobiologiya kafedrasında Dasnid mənim müəllimim, sonradan yenə mikrobiolog kimi yetişməyimdə rol oynayan, universitetdə qalmağıma səbəb olan Adil Bayramov olub. Yəni, indiyə kimi xatırlayıram, 2-ci kursda olanda elmi iş götürmüşdüm mikrobiologiyadan, tələbə elmi işi. Onunla bərabər işlədik. Yəqin ki, xatırlayarsan,
Fizika Kimya korpusunun aşağısında laboratoriya var idi. 96-cı ildə açılmışdı. Sonra 98-də mən mikrobiyologiyaya keçməyə başladım. 98-də iş götürdüm 2-ci kursdaykən. 3-cü kursa keçəndə davam eləyirdik mikrobiyologiyanın 99 və o şəkildə 1 il yarım onun yanında oldum. Və hətta sonraki semestr müəllimim dəyişmişdi, amma ona baxmayaraq yenə onun yanına gedirdim. Elmi işləri davam elətdirdik, bir neçə elmi iş elədik və sonra elə özü təklif elədi ki, görəm həvəsim var. Gəl burada yanımda dayan, həm kömək elə, həm öyrən. Elə ondan sonra da o cür davam elədim. Yəni o tələbəlik illərində bunu qrup yoldaşlarım da bilir. Bizim yəni şənbə bazarımız yox idi. Yəni o işə çıxırsa mən də çıxırdım. O məsələn mən 4-də dərsim bitirdi, gedirdim ora. Siz onun bələdçisi olmusunuz, o sizin bələdçiniz. Yəni bərabər işləmişik. Yəni o tək qalmasın deyə mən də onun yanında olmuşam. O da o şeyləri mənə öyrədib. Ondan sonra yəni çox maraqlı gəldi mənə. Bilirsiniz, bu kiçik bir gözə görünməyən canlı ilə işləyib. Yəni oradakı o möhtəşəm belə deyim, prosesləri görmək, yəni insanların görmədiyi şeyi görmək. İnsanların görmədiyi şeyi və gözlə görmədiyimiz bir şeyin içində bir proses gedir. Necə ki, insanda gedir, şəkəri aldı, onu parçaladı, ondan filan maddə əmələ gəldi, bu əmələ gəldi, onu enerjiyə çevirdi. Eyni şəkildə bunun da içində. Amma bunu gözlə görmürük. Necə ola bilər ki, bu kiçik bir canlı, gözlə görünməyən, kiçik də deməyək, gözlə görünməyən mikro aləm belə bir şey olsun. Yəni sözsüz ki, adam onu düşünəndə bir tərəfdən də Allaha aparır. Hə. Onsuz da bütün elmlərin sonu orada dayanır. Çünki yəni bunun öz-özünə olması mümkün deyil. Bu şeyləri görürsən, möhtəşəmdir. Möhtəşəm. Həm onun çoxalmağı olsun, rəng əmələ gətirmək, özünü qorumağı olsun. Məsələn, antibiotika rezistentlik. Sən buradan antibiotika verirsən, oradan alışır. Ona qarşı... Tam o nöqtəyə gəldi zaten, cəmiyyətin problemi. Bəli, ona qarşı başlayır bir müqavimət formalaşdırmağa. Ya bunun ağlı varmı ki, bunu eləsin? Nə ilə eləyir bunu? Rəhmətli Bəxtiyar Vahabzadə deyir, dondunsa təəccüb və təkamül Qarabağında dərk et, o heyrətdə, o təəccübdədir Allah. Yəni mümkün deyil bunu Allahsız bunu yaradıcı enerji də demək olar, bəziləri indi. Elə də demək olar. Yəni bir şey var. Tanrı var. Bir şey var burada. Bu öz-özündən olan deyil. Bəs insanların antibiotik sevdası haqqında nə demək istəyirsiniz? O bir böyük bir mikrobiyoloq. problemdir. Onu istər pasientlərə, istər dərslərdə də onu tələbələrə də deyirik. Yəni gələcəkdə bunu eləmin. Çox təəssüf ki, öz tələbələrimiz də bunu eləyir. Yəni tələbə deyirik, tələbə sonradan həkim olanlar da eləyir bunu. Cefalosporin ən axırıncını göndərir, götürür. Bəli. Bu yaxınlarda biri deyir ki, bir soyuq dəymən var idi. Cefalosporin qrupu yenə ceftriakson yazdı. Eldi nə olacaq ki? Deyirəm, necə nə olacaq? Yuxarı nəsillə niyə başlayırsan? Birinci aşağı ilə başla. Aşağı ilə başla, olmadı keçərsən də. Bir də ki, alternativi var. Niyə onunla? Burada tim şəklində işləməmək bir problemdir məncə. O da var. Maarifləndirmənin, məsələn, Türkiyə televiziyasında xoşuma gələn tərəflərdən biri nə var? O kamu spot deyirlər. Burada da bir ara oldu, yığılışdı sonra. O ama sonra. yığılışdı. İstər siqaretlə bağlı olsun, istər alkoqolla bağlı olsun, önəmli şeydir. Antibiotiklə bağlı. Mütləq şəkildə. İqlimlə bağlı. O çox xoşuma gəlir antibiotiklə bağlı olanda. Yəni insanlara nə qədər desək də ki, içməyin, eləməyin, hər şey. Əvvəllər içiblər. Əslində dövlət onun üçün bir addım atdı. Mən onu hansısa çox vaxt ASTV-yə baxıram. Orada deyəsən gördüm ya da bilmirəm harda. Elektron resept formalaşdırılır. Amma o elektron resept sizə belə deyim, satış adı ilə dərmanı yaza bilməyəcək, amma antibiotik yenə yazılacaq. Uca həkim tərəfindən olsa da yazılır. Məsələn, amma ən azından o əhalinin aldığı antibiotikdə, yəni adi qripdən gedir, bir gözdə bu virus yenə alacaq. Yenə alacaq. Burada məsələn Türkiyədə belə antibiotiklər reseptsiz verilmir. Almaniyada heç bir dərman reseptsiz verilmir. Almaniyada mən onu yaşadım.
Antibiotik lazım oldu, girdim, ala bilmədim. Özüm də təqdim elədim. Tələbələrinizə deyərdiniz də biz göndərərdik. Xeyir olmadı. Dedim ki, həkiməm, filanım, xeyir olmadı. Onun üçün həkim kağızı çıxarılmalıdır qlobalda. Məsələn, Almaniyada var, bilmirəm, Azərbaycanda var ya yox. Həkim kartı olur. Ya da məsələn Suriyanın falan xarici pasportları olmuş, orada birbaşa həkim yazılır. Bax o burada çatışma mərkəzləşmiş. Lazım oldu ora gedəndə. Girdim, neçə aptekə girdim, dedi ki, yox. Antibiotik qətiyyən vermir. Türkiyədə o sistemə keçdi. Gördü ki, baş eləyə bilmir bunu. O sistemə keçdi. Bunun amma başqa bir tərəfi də var. Deyirik ki, baş eləyə bilmirik rezidentliklə. Amma rezidentliklə əslində baş eləməyin çox yaxşı yolları var. Sadəcə olaraq istəmirik. Daha doğrusu kimlərsə istəmir. Məsəl üçün bakteriyofag. Dünyada bu dəqiqə son zamanlar bunun araşdırılmasına başlanılıb. Amma bizdə Sovet vaxtında bu bakteriyofag çox geniş istifadə olunub. Bir dönəm başladılar buna lağ eləməyə ki, Sovetdən qalma bir şeydir. Xüsusilə Türkiyədə bu yox idi. Türkiyədə son dövrlərdə başladılar yeni araşdırmalara. Hətta məni bir araşdırmacı olaraq da o sahədə dəvət eləmişdilər Türkiyəyə. Onu yeni başlayıblar. Zərərsiz, öz o nöqtə atışı eləyən bir şeydir. One shot kimi bir şey. Yəni konkret olaraq sənin verdiyin bu bakteriya, yəni bakteriyanın virusu. O bakteriya daxil olur, çünki uyğunluq olmalı, o pillər vasitəsilə yapışır. Uyğunluq olmalıdır. O bakteriyanı məhv eləyir. Antibiotik belədir ki, sən verdiyin, məsələn, tutaq ki, ağciyərinə görə bir antibiotik verilib, pnevmoniya olub, antibiotik verilib. Sözsüz ki, bağırsağındakı normal floranı da öldürəcək, dərdəkini də öldürəcək, ağız boşluğundakını da öldürəcək. Yəni, xeyirlini də məhv eləyəcək. Amma bunu üstə gəldə rezidentlik formalaşdıracaq. Normal doza təyin olunmayıbsa, və yaxud da rastgele antibioqram olunmayıbsa, amma bu bakteriyofagda belə bir şey yoxdur. Bakteriyofag sadəcə ona lazım olanı, o virus ona lazım olanı öldürür. Tam lazım olan şey. İşi yoxdur. Bağırsaq florasını falan, mədə florasını dağıtır. Ona görə buna keçid elənib. Bunu bu dəqiqə yerli müalicələrdə istifadə eləmək olur. Məsələn, yara dəridəki yara infeksiyalarında və yaxud da bağırsaqda istifadə eləmək olur. Amma bunu biraz inkişaf elətdirib, indi onun üzərində çalışmalar, onu daxilə necə vermək olar? Bəs Azərbaycanda bu üzrə araşdırma gedir? Çox təəssüf. Yəni, araşdırma mərkəzi yoxdur səhv özü. Çox təəssüf ki, yəni o cür araşdırma mərkəzləri yoxdur. Çox bəsit araşdırmalarla qalırıq. Məsələn, bu yaxınlarda, doğrusu bu yaxında deməyim, yayda, həmişə bu yaxın deyirik elə. Yayda Türkiyədə tibb təhsili ilə bağlı bir konfrans var idi. O da Acıbadəm Universitetində aparılırdı. Eyni zamanda oranın biz başladıq simulyasiya mərkəzini gəzməyə. Yəni, möhtəşəm bir simulyasiya mərkəzləri var. Simulyasiya mərkəzində gördüyümüz avadanlıqlar ki, bunlar tələbə üçündür, araşdırmalar üçün verilir. Yəni, bizim ən yaxşı, belə deyək, tibb müəssisəmizdə, yəni özəl belə klinikalarımız onlar yoxdur. Belə bir şəraitdə niyə araşdırma aparmayasan? Əslində orada bir dənə yerə vurğu edəcəm ki, bizim özəl klinikalar dövlətlərdən geridədir əslində. Bir dənə bona deyə. Bəziləri, bəli, geridədir. Çox geridədir. Geridədir, çünki onun da səbəbi yenə də qazancı üstünlüyü. O qazancdan oranın inkişafına heç kim yox. Bizim biznesmenlər çox elədir, təəssüf ki. Ayırmamasıdır. İnsan özü də belədir də. Qazandıqca özünə pul ayırmır ki. Yəni. Qazandıqca özünə yatırım qoymalısan ki, bu biliyi artırasan da. Mənim bir statusum var bu barədə. Əgər hər hansı bir biznes açmaq istəyirsinizsə, onun yerinə öz beyninizə yatırım eləyin deyirəm. 100% geri gəlir. Mən övladıma da onu deyirəm. Yəni bir şeyi alıb satmaqdansa birinci növbədə özünə yatırım. Hamı bu dəqiqə cəmiyyətdə alverçi prinsipinə işləyir. Və üstə gəlmə rezidentlərimə də həmişə bunu demişəm. Bəzən gəlirdilər, müəllim Türkiyəyə getmək istəyirəm təcrübəyə. Hansı sahəyə? Ümumi niyə? Birini seç, birini sev. Niyə? Məsələn, mən öz yaşadığımdan bunu sizə məsləhət verirəm o tələbələrə, rezidentlərə. Bizim vaxt var idi, hamısına qatılırdım. Məsələn, klonlama kursuna getmişəm.
klonlama təlimindən. Klonlamanı öyrənmişəm. Bu gün mən istifadə edirəmmi? Yox. Demək ki, boş-boşuna bir yatırım qoyuram. Vaxt itkisi eləmişəm. Vaxt üstə gəldə maddi olaraq. Beyin olaraq da enerji. Beyin olaraq da, enerji olaraq da, ailədən uzaq qalma, yəni hər şeyi götürsə. İnsan bilməlidir ki, nəyi sevir. Nəyi? Ona görə konkretləşdirin. Burada nəyi ala bilmirsən? Məsələn, sən ya Türkiyəyə, ya Amerikaya getsən, stafilokokk dəyişəcəkmi? Yox, dəyişəsi deyil. Dəyişəsi deyil. Demək ki, bakteriologiya üzrə hər hansı rutin aparılan bir şeydən ötürü getməyə dəyməz. Nə fərqi olacaq? Tutaq ki, bizdə deyək ki, gündəlik bir 10 müayinə aparırsansa, orada 100 müayinə görəcəksən. Amma 10 daha önəmlidir. Kəmiyyət artdıqca keyfiyyət azalır. Hə, sadəcə bu. Amma orada da çıxan stafilokokku eyni kriteriya ilə yoxlayırlar, parametrlərlə, testlərlə yoxlayırlar. Burada da, onu da burada salxım şəklində görəcəksən, kok kimi görəcəksən, orada da. Orada da qram müsbətdir, burada da. Məğzi tutmaq. Mən həmişə deyirəm, hər şeydə məğzi tutun. Amma hə, bax ki, məsələn, genetik sahədə bir araşdırma istəyirsən, mikrobioloji genetikində, sözsüz getməyə dəyər. Hə. Və yaxud da digər sahələri olsun, bölmələri olsun, dəyər. Məsələn, parazitologiyanı soruşurdular, gedəkmi? Mən özüm parazitologiyadan bir neçə yerdə oldum orada. Parazitologiya bizim gördüyümüz qədər orada görünmür. Azdır orada nisbətdə. Bu bir tərəfdən bizim üstünlüyümüzdür, bir tərəfdən də bizim başqa şeylərə gətirib çıxarır. Məsələn, niyə bizdə çoxdur, orada yox? Hə. Kanalizasiya sistemi demək ki, normal deyil. Məğzinə düşdükdə söhbətin. Yəni yağış yağanda hər şey çıxır. Məsələn, Vərəm Universiteti, Vərəm dispanseridir. Yəni Vərəm üzrə müalicədə bizdə pulmonoloqlar çox yaxşıdır. Bəli, yəni elə sahələr var. Yəni parazitologiyadan ötürü getmək istəsən dəyməz buna. Hə. Dəqiq analiz etmək lazım. Nəyi sevirəm? Məsələn, bizdə bir dənə problem bilirsiniz nədir Samir müəllim? Hamı nədə pul qazanılırsa ora gedir. Mən öz podkastım, başqa bir podkastda çıxış edən deyirdim ki, Azərbaycan insanların 60% pul maniyasındadır. Bəlkə də çoxdur faiz. Yəni pul hardadırsa mən ora getməliyəm. Əslində bu belə deyil. Sənəti sevmirsənsə, Einsteynin bəsit nisbi nəzəriyyəsi. Sən 8 saat işləyəcəksən, amma o sənin üçün 16 saat olacaq. Çünki sənəti sevmirsən. O Alisa Möcüzələr diyarında deyir, Dovşan soruşur, hara gedirsən? Soruşur, hara gedim? Deyir, hara gedirsən? Deyir, bilmirəm. Deyir, hara getdiyini bilmirsənsə, hansı yolla getməyin mənası yoxdur. Elədir. O gəlir 2 yol ayrıcına çatır. Alisa deyir, hansı yolla gedim? Deyir, hara getdiyini bilmirsənsə, hansı ilə getməyin əhəmiyyəti yoxdur. Fərqi yoxdur. Yəni burada da sən konkret olaraq gələcəkdə nə olduğunu bilmirsənsə, yəni getməyin bir mənası yoxdur. Maddi, bəzən sual verirəm, bax rezidentsən, pulun artıqdırmı? Artıqdırsa get, hər yeri get. Get gəz. Onsuz da sonunda birindən yapışacaqsan. Amma konkret olaraq öz qarşıya bir məqsəd qoysan ki, mən məsələn bakteriolog olacağam, bu sahədə özümü yetişdirim. Və yaxud da parazitolog və yaxud da molekulyar mikrobiolog. O zaman ona uyğun təlimlərə qatıl, görüşlər ilə bir yerlərə get, təcrübə topla. Yoxsa ümumi olaraq gedim. Bu son vaxtlarda mod olan bir şeydir. Hamı gedir, mən də gedim. Filankəs Türkiyəyə təcrübəyə getdi. Almaniya təcrübəyə getdi. Hə, trend olub. Bunun səbəbi də bir tərəfdən onlar görürlər ki, mən divarda o sertifikatı asanda mənim müştəri daha çox gəlir. Hə, o da var. Əgər indi bu proqramlara sərt girməyəcəm, əgər televiziyada bəzi kanallardakı bəzi verilişlərə hər hansı bir həkim özünü rəva verib çıxırsa, bunların da olması normaldır. Bəli, çox təəssüf ki, bax o məsələlərdə də maarifləndirmək məqsədi ilə kimsə çıxmır. Yox, sponsor. Çox maarifləndirmə məqsədi ilə bu günlərin tipi o qədər danışılası mövzular var ki, onlardan danış. Amma burada Arif kişinin börək daşını təmizlədiyini reklam eləmə. Öz elədiyim əməliyyatımı, öz elədiyim müalicənin şeyimi, bunu mən belə elədim, mən elə elədim, yox. Mən demə, elmdən bir şeydir. Və yaxud da məsələn daş bunun əmələ gəlməməsi üçün profilaktik olaraq neynəsinlər? Yəni daşı çıxartdığına yox, daşı niyə əmələ gəldiysə. Bəli, bunun qarşısını almaq üçün bir şeylər deyək. Və yaxud da deyirik ki, mikrobiologiya, mikroblar bundan qorunmaq üçün nələr eləyək? Məsələn, məktəblərə gedib bu maarifləndirməni aparmaq olar, elə televiziyanın özündə, radionun özündə. Birinci insan özündən başlamalıdır Samir. Əlbəttə ki, dəyişiklik bəzən deyirlər ki, yuxarı.
yuxarı da bizim kimi insan. Yəni Məhəmməd peyğəmbər deyir, sən nəsənsə Bəli, yuxarıda cəmiyyət də odur. odur. Bəli. Ya da cəmiyyət necədirsə yuxarıdakı da odur. Bəli. Bizdə insanlara fərd kimi də yanaşmırlar. Problem ondadır. Mən özümdən başlamalıyam. Bir şeyin dəyişməyini istəyirəmsə, bir təhsil verən kimi mən necə bir təhsil almaq istəyərdim? Necə bir müəllim gözləyirəm? O cür mən də o uşaqlara yanaşmalıyam. Bax, bu da önəmlidir. Və yaxud da bir cəmiyyətdə necə özümə hörmət gözləyirəm, o zaman mən də onu eləməliyəm. Özünə necə hörmət qoyursansa, sənə də elə hörmət qoyur. Mən məsələn pasientlərə onu deyirəm ki, insanlara deyirəm əslində. Deyirəm ki, biz özümüzü görə bilmirik göz olaraq. Hamını görürük, özümüzü görmürük və ona görə hər səhər duranda ən azından bir dəqiqə özünə güzgüdə bax. Bir dəqiqədən artıq baxsan problem yox. Bir dəqiqə bax. Çünki insan özünə alışanda ətrafdakılar ona xoş gəlmir. İnsanın özünə uyğun sadəcə özü var. Bir dəfə bir növbə var idi bir yerdə və vaxt da gedir, artıq neçə saat olub, növbə davam edir də. Biri yaxınlaşdı, yəqin ki o da növbə makleridir. Yaxınlaşdı ki, qabağa keçmək istəyirsiniz. Dedim necə? Deyir, hörmət eləyin, sizi keçirdim qabağa. Deyirəm, bunlar nə olacaq? Deyir ki, durublar da. Deyirəm, yaxşı, sən keçirdin və sonra bunların haqqı? Deyir, nə haqqı? Deyirəm, mən bundan sonra gəlmişəm də. Yəni, mən qabaqda olmaq istəyirəmsə, tez gələrdim. Digərlərini hörmətsiz. Özümə zəhmət verib, tez gələrdim. Demək ki, mən bu insanların haqqına girərək qabağa keçəcəm. Elədir. Sizə başqa bir sual verəcəm. Bu xaricə köçmək trendinə qalanda sizcə niyə cəmiyyətimizdə hətta həkimlər də belə reaksiyalar verir? Alman qruplarında falan da görmüşəm. Azərbaycan həkimlərinin yəni Azərbaycan dövlətinin öz həkimlərinin xaricə ixrac gedir də, yəni mədəni dildə beyin ixracı eləməsinin niyə bu qədər faciəvi yanaşırlar? Çünki mənim üçün faciəvi deyil. Sizin fikriniz faciəvi deyil. Yəni bilirsiniz niyə? Bunun bir neçə səbəbi ola bilər. Əsas mən onda görürəm ki, doğrudan da yəni bu bir faciə deyil. Məsələn, hardan yoxdur? Bir Pakistanlı, Hindistanlı məsələn gedib Amerikada işləmirmi? İşləyir. Amerikalı Almaniyada işləmirmi? Almaniyalı öz Amerikada işləyir. işləyir. Amerikada işləmirmi? Qlobal dünyada. Almaniyada türk yoxdurmu? Var. Bu algılamırlar söhbət. Bəli. Və yaxud da Türkiyəyə Alman gəlmirmi işləməyə? Əslində biz fəxr eləməliyik ki, Almaniyadakı çox klinikada Azərbaycan həkimləri işləyir. Bu normal bir şeydir. Bəli. Məsələn, Türkiyənin özü də statistikanı verir. Keçən nə qədərdir? 2000-ə qədər həkimi var. Almaniyada. Onu faciə olaraq qəbul eləyirmi? Halbuki özündə həkim çatışmazlığı da çoxdur. Sevinməlidir. Niyə biz bunu faciə qəbul eləyirik? Mənə görə çünki özümüzdə həkimlər belə düşünürük ki, yaxşı həkimlər ora gedir. Burada qalanlar elə bilirlər ki, işə yaramayanlardır. Ona görə bunu şey kimi görürük. Amma elə deyil əslində. Amma əslində elə deyil. Orada da pis var, burada da pis var. Sadəcə olaraq nə isə bir seçimi olub. Yəni ola bilər məsələn maddi yöndən ola bilər. Maddi yöndən daha rəfah var ona görə və yaxud da maddiyyat ola bilər eynidir, sadəcə olaraq ətraf mühit onu qane eləmir. Yəni ölkədən çıxırsansa deməli bəyənmirsən ətrafı. Bəli, nə isə bəyənmirsən də, cəmiyyəti ola bilər bəyənməyəsən, hər hansı bir nə bilim qanunu bəyənməyəsən, sənə olan münasibəti bəyənməyəsən. Yəni mən onun haqqında bir dənə sözüm var, sözünüzü kəsirəm, üzr sayın. Mən deyirəm ki, insanı gözəl, çirkin, yaxud belə şeyə bölmürəm. İndiki dünyada insanı iki yerə bölürəm, lokal və qlobal. Lokal insan sadəcə ana dilini bilir. Həli. Qlobal insan bir dildən artıq bilirsə, artıq heç bir siyasət yaxud heç nəyə tabe deyil. Çamadanını götürüb hara istəyirsən gedirsən. Bir zamanlar mənə görə ölkəni tərk etmək mənə görə bir xəyanət idi. Yəni mənim bir bildiyim varsa, burada onu istifadə eləmək, burada tətbiq eləmək mənim üçün önəmli idi. Amma sözsüz ki, yaşı dolduqca insan dəyişir. Belə deyim də, yəni o yoxdur. Səsin deyir yaxşı olmağı üçün şüşə suyunu içmək falan. Məsəl üçün bizim insanlar anlamır ki, biz SSR-nin tərkibindən çıxmış yeni bir dövlətik və özümüz üçün bir sistem qururuq və biz ola bilməz ki, Almaniya ilə eyni səviyyədə bir təhsil sistemini birbaşa, sizin dediyiniz var ya, birbaşa tətbiq eləmək olmur. Və bir insanın Almaniyaya gedib nəsə təhsil alıb geri qayıtması sevinməli olmalı şeydir. Yəni oradan bir su içdi, o təhsildən bir su içdi. Geri qayıtmayıb vətənini onsuz satan
Onsuz da var. Onsuz da. Gedib işləmək, vətəni satmaq deyil. Deyil, bəli. Orada vətəni təmsil etmək önəmlidir. Bəli. Amma bəziləri vətən haqqında o qədər pis şeylər deyirlər ki, təmsil eləyirmi? Biri soruşanda hardansan? Azərbaycandan belə bir mütəxəssis var. Məsələn, bizim alman həkimlər həmişə deyirdi ki, Azərbaycanlılar görün necə savadlıdır ki, hamısı məsələn bizim xəstəxanada 10-12 dənə Azərbaycanlı var. Deyirdi ki, Azərbaycanlılar yaxşıdır, onları qəbul edir. Biz məsələn o şeylərə baxmırıq ki, tutaq ki, həkim deyil, müəllim deyil, yəni savadlı biri deyil, elə-belə adi bir iş üçün gedib, özünə uyğun bir şey tapır orada, bir kuryerlik deyək. Amma onunla yanaşı cəmiyyətə yaraşmayan hərəkətlər eləyir. Bunu tənqid eləməyə əvəzinə ki, sən burada Azərbaycanı təmsil eləyirsən. Bəli. Sənin elədiyin hərəkət Azərbaycana yazılır. Təbii ki. Amma bu insanlar gedib orada gözəl təmsil eləyirsə, niyə də olmasın? Və yaxud da təcrübə toplayıb bəlkə geri qayıdacaq. Daha yaxşı bir şəkildə xeyir verəcək. Bəli. Və yaxud da orada ola-ola neçə insana yanına alıb yetişdirib göndərə bilər. Yəni bu nüansları da var. Unudurlar. Problem. Biraz neqativ tərəfə deyirəm də, çox fokusludur bizim millət biraz. Yəni mən ona pis baxmıram. Ola bilər gedib sevinirəm. O qədər var ki, elələri burada neçə insan gedib hamısına da köməklik göstəriblər. Yəni bəlkə də heç o Azərbaycanlı orada olmasaydı. Bu dəqiqə Almaniyada həkimlərimiz var, Türkiyədə var, Rusiyada var. Finlandiyaya belə çıxıblar. Mən keçən il gələndə dedim ki, Finlandiya, Amerika, müəyyən şey gedəndə Avropada var yəni. Önəmli səhi yerlərində varıq. Norveçdə varıq, İsveçdə varıq. Və ya da burada tədbir olur, dəvət eləyirlər. Bəli. Gəlir öz təcrübələrini bölüşür. Təbii ki, Azərbaycanlını çağırmaq mütəxəssis kimi sənin üçün daha rahatdır. Ailəsi burdadır deyə. Nəinki gedib Amerikadan bir alimə what are you doing deyib gətirmək ayrı bir şeydir. Bir də məsələn o kütlə də tutaq ki, gəldi, o hədəf kütlə hamısı ola bilər o dili bilməsin. Məsələn, bir əcnəbini dəvət etmək, tərcüməçi neynə, o necə tərcümə eləyəcək. Amma bir Azərbaycanın orada topladığı təcrübəni gəlib öz dilində burada bölüşməsi və auditoriyada alışmış olduğuna görə daha rahat olacaq. Bir dənə də sualım var sizə. Siz mənim də müəllimim olmusunuz. Sizin mühazirələrə girmişik, tədrisdə də olmuşuq. Mən fikir vermişəm ki, sizin mühazirələr hamı belə həvəslə belə gəlib qulaq asmaq istəyirdi. Hətta mikrobioloq açıq deyəndə çox adam yəni seçmir də. Məsələn, psixiatriya ilə mikrobiologiya elədir ki, Azərbaycanda biraz ön yarğı var. Hamı sadəcə ginekoloq ya da neyrocərrah olmalıdır prinsipindədir. Amma bəzi müəllimlər var idi ki, qayıb xətrinə də olsa mən ora girmirdim. Mənim özüm belə, yəni ki, girməyim bura. Sizcə bu nəyə görədir? Bu bir pedaqoji yanaşma, daha doğrusu buna pedaqoji deməyək. Məsələn, biz indi artıq bu tip təhsili ki yaranandan orada da bunu deyirik. Buna pedaqoji demirik, andragoji. Yetkinlərin təhsili. Sözsüz ki, bu digərindən fərqlənir. Yanaşma fərqli olmalıdır. Mən dərsi aparanda birinci onu düşünürdüm. Mən özüm necə bir dərs istəyirəm. Bax, önəmlisi odur, düzdür, sorğulamaq. Yəni, çıxıb orada sadəcə nə isə danış, düş. Bunu istəyirəmmi, orada hər kəs yatsın. Yoxsa auditoriyanı ələ almaq, onlara ən azı o 90 dəqiqədə heç olmasa yadında qalacaq, istifadə edə biləcəyi 2-3 bir nüansı çatdırmaq. Bunu belə götürsə hər dərsdə, bu böyük bir şeydir. Təbii ki. Ona görə yəni onu düşünərək bir də hazırlaşaraq çıxmaq. Bəzən olur ki, o illərin təcrübəsi insanda bir rahatlıq yaradır. Elədir. Onsuz da 10 il əvvəl də demişəm bunu. Amma 10 il əvvəllə indi eyni deyil. Bütün texnologiya dəyişib, sistem dəyişib. Yəni bunları gətirib bura uzlaşdırmalısan. İnteqrasiya etməlisən. Əslində sizin kafedra orada böyük rol oynaır. Bəli, uzlaşdırmalısan. Yəni nələr var, nələr idi, indi nə oldu? Onlardan qalan varmı? Varsa necə dəyişib? Bunları deyərsən maraq gələr. Yox, o bəzən tələbələr deyir, saralmış vərəqlərdən müəllimlər mühazirə oxuyur. Yəni əvvəllər var idi. Möhtəşəm bir şeydir mənim üçün o. Amma elə yerlər var ki, orada dəyişiklik var. O dəyişikliyi görmək istəyirlər. Bəli. Bəlkə o saralmış vəziyyətdə müəllim öz təcrübəsini yazır ona. Ola bilər. Məsələn, belə deyim. Tutaq ki, bəlkə fəlsəfədə bu əhəmiyyəti yoxdur. Nə dəyişəcək? Bəli, bəli.
Ola bilər yeni anlayışlar, yeni şeylər, amma ümumi götürsək bir nəzər olaraq bir şey dəyişməyib. Eyni nəzəriyyələr davam edir. Amma tip elə deyil. Tutaq ki, mikrobiologiya bizim keçdiyimiz vaxtda molekulyar genetika yox idi. Yeni asılmış bir şaxə. Sonradan biz sekveni işlədiyimiz müddət öyrəndik, bildik. Amma o da dərs keçəndə belə bir şey yox idi. Yəni Və yaxud da indiki biz öyrənəndə, hətta işləyəndə belə deyək kimi bu bakteriyaların biokimyəvi xüsusiyyətini o dədə-baba üsulla eləyirdik də, sınaq şüşəsinə əkmək qoyuruz. İndi amma onun daha belə deyək, sərfəli variantları, əmək az sərf edən variantları texnologiya var. Bəli. Onu öyrənmək lazımdır. Bəli, kiçik şeylərlə bunu həll etmək olur. Mən tutub onu izah eləsəm, bu düz gəlməyəcək. Elədir. Və üstə gəl, tələbə o tələbə deyil. Tələbənin məlumata əlçatanlığı böyükdür. Artıq süni intellekt belə var. Süni intellekt var. İstədiyiniz sual verib anında cavabını ala bilir. Evet. Ona görə sən tələbə müəllimi yoxlama məqsədi ilə də eləyə bilər. Yəni əvvəl not eləyirlər mühazirəni. Not eləyirdilər. İndi daha heç o da yoxdur. Telefonda arxada oturub bilmirsən ki, deyir. Lap səsli deyil, yazı ilə. ChatGPT-yə yazsa ki, filan şey nədir? Durur o şeyi soruşur. Yəni yoxlamaq məqsədi. Bəli, yoxlama məqsədi ilə. Ona görə hər şey hazır olmalısan. Bizdə suallara Sovet sistemindən bəri qalan qayıb sistemi var idi. Onun yığışması məni çox sevindirdi əslində. Düzdür, praktikada müəyyən faiz qoyulmalıdır. Məsələn, həkim üçün praktik dərslərdə məncə faiz olmalıdır, o görməlidir onu. İkisində də olmalıdır. Sizcə? Dünyanın bir yerini göstərir ki, qayıb limiti yoxdur. Mühazirələrdə məncə olmaması daha yaxşıdır. Türkiyədə də məsələn nümunə örnek demirəm də, məncə olmaması daha yaxşı. Çünki məsələn hər müəllim sizin kimi tədris eləmir. Amma o tələbənin hansı müəllimin dərsinə rast gələcəyi də yoxdur axı. Belə bir şey ola bilər. Gəldi, dinlədi, xoşuna gəlmədi, çıxma imkanı verilə bilər. O verilməlidir. Hə, o ola bilər. Məsələn, indi açıq adını deyə bilməyəcəm. Biokimya kafedrasında bir müəllimimiz var idi. Onun dərsinə heç kim girmək istəmirdi. Amma bildim. Limit məsələsinə görə onun bir hekayələri, nağılları, rəvayətləri çox böyütmüşdülər də. Banka, milçək, bilirsiniz o söhbətlər. Yəni ona görə o çıxış elədir. Əslində məsələn mən öz tələbə vaxtımdan da bildiyim şeylər o mənasız vaxt itkisidir. Girirdin yatmaq üçün. Çox edəydi, yatırdı. Çünki konkret olaraq danışacaq bir şey yoxdur, bir də faydalı bir şey yoxdur. Yəni vaxt itkisi. Bax o məsələ bu gün də problemdir. Hazırda tibb təhsili artıq dünyada bir neçə model var. Tibb təhsilinin artıq dünyada öz-özünə öyrənməyə keçilib. Hə. Homework kimi bir şey. Hə, məsələn belə deyim, bir klassik ənənəvi üsul var. Sonralar onun üzərinə gəldi yeni, daha doğrusu ondan sonra tətbiq olunmağa başladı. İnteqrasiyalı sistemli moduldur və yaxud da problem əsaslı öyrənmədir, nəticə əsaslı öyrənmələrdir. İndi son cəmiyyət əsaslı öyrənmə, son olaraq bunların hamısı aşılıb öz-özünü öyrənməyə. Bu biraz təhlükəlidir məncə. Burada nədir məqsəd? Müəllim sadəcə yol göstəricidir. Bələdçi kimi. Bələdçi kimi. Müəllim məlumat daşıyıcısı deyil. Biz müəllimi o cür görürük. Məlumat daşıyıcısı. Elə olmamalıdır, düzdür. Elə olmamalıdır. Müəllim məlumat daşıyıcısa mənim beynim onda niyə lazımdır? Onda beyni pasiv işlədirsən. Və o zaman bunu həkimlərə yönəlik desək, o zaman analiz qabiliyyəti olmayacaq. Bəli. Amma biz o tələbəyə, o şəraitiyə müəllim müəyyən ana başlıqları deməlidir. Burada bu şeylər önəmlidir. Məsələn, tutaq ki, mikrobiologiyadan deyim və yaxud da məsələn, mən hər zaman narahat edən biokimyadır. Öz vaxtımdan da götürdüyüm. Çünki mikrobiologiyada biokimyada o qədər geniş məlumat verilirdi ki, Eynən. Məsələn, biologinin düsturu niyə lazım olsun ki? Mən onu niyə öyrənməliyəm? Mən kimyaçı deyiləm. Yəni. Xəstədə mən bunu necə tətbiq eləyəcəm? Mənə lazımdır bunun əmələ gəlmiş sintezi, parçalanması, parçalanarkən əmələ gəldiyi maddələr.
Hardan ala bilərik? Bu metabolizmi necə getdi? Amma bunun o sxemini çəkmək bir həkimə niyə lazım olsun? Yəni Bu məsələdir ki, müəllim orada bunu deyəcək, rol oynayacaq. Da durub bunu detallı şəkildə o səhifələri özü əzbərləyib yenidən tələbəyə əzbərlətmək üçün yox. Burada önəmli olan bu nəzəri biliyin sizin praktik biliklə uzlaşdırılmasıdır. Haralarda lazım olacaq sizə? B12 nədir məsələn? Haradan əmələ gəlir? Harda sintez olunur? Bəli, xeyri nədir? Və bu olmasa nə olacaq? Yüksəlsə nə olacaq? Parçalananda nə olur? Evet. Və nələr bunun parçalanmasına səbəb ola bilər? Bunu verməliyik. Amma bunun qarşılığında böyük bir məlumat baş şişir, sonunda öyrənməkdən əvaz keçirsən. Yorulursan. Gözün qorxur, psixolojik və olaraq. Tələbə nə edir? Buna maraqlı gəldisə, özünə öyrənmə şəklini. Maraqlı gəldisə, gedir, araşdırır bunu. Müəllim burada o məlumatın önəmli yerlərini və məlumatı hardan öyrənə bilər, onu öyrətməlidir. Bəli. Çünki məlumat yerləri çoxdur. Bu kirli məlumatlar var, hansı ki, məsələn, Wikipedia kimi. İstənilən adam ora məlumat qoyur. İnsan qoyur. Bəli. Çünki bu bir sübuta əsaslanmış bir şey deyil. Amma sübuta əsaslanan müəyyən araşdırmalarla olan məlumatlar var. Müəllim bunu göstərməlidir ki, bax bu dərsliklər, kitablar var, bu məqalələr var, jurnallar var. Bura girib, buradan araşdıra bilərsən. Bir şey verməlidir. Hə, o zaman tələbə baxır. Buna maraqlı gəldisə, gerisini oradan özü gedib öyrənəcək. Evet. Mənə yox, o maraqlı gəl. Çünki indiki dövrdə Məcbur yeridə bilməz. Yeridə bilməz, bir də bir məsələ. Bizim dövrdə internatura idi. Sənin ixtisaslaşman bir ildə bitirdi. Əslində elə olmağı daha düzdür bəzi yerlərdə. Yox, mən razı deyiləm. Mən də razı deyiləm. Məsələn, psixiatriyanın 3 il olmağı mənim üçün Çünki məsələn mikrobiologiyanın ayrı bölmələri var da, bakteriologiya var, parasitologiyası var, serologiyası var, nə bilim molekulyarı var. Bir ildə bunları böləndə hərəsinə 2 ay falan düşür. Tam bunu 2 ayda qavraya bilməz. İndi də əslində azdır 2 il. 2 il qoyublar. 2 il. Bunun rotasiyalarını nəzərə alsaq ki, başqa yerlərə rotasiyaya gedirlər. Onda təsir müddəti məsələn Türkiyədə o 4 ildir. Bilirsiniz, Azərbaycanda mənim analizimdə, mənim baxış açımda problem bilirsiniz nədədir? Təhsil sistemi, məktəb və universitet təhsil sistemi arasındakı o imtahanlar var. Məsələn, mən 6 il oxumuşam, məni rezidentura imtahanına salırlar. Bu olmamalıdır. Məncə o imtahanlar yığışmalıdır və insanın ortalama 6 ildə oxuduğu bala uyğun bal çıxarılıb, ona uyğun deyilməlidir, ixtisası seç. Yəni, bir insan, məsələn, balı aşağıdır deyə, məsələn, Ona razı deyiləm. Almaniyada amma sərbəstlik var o söhbətdə. Onu əslində orada başqa bir praktikanı deyək, tətbiq olunması mənə görə daha. Məsələn, testlə soruşmaq əvəzinə, mən dediyim kimi də, mən 6 ili bitirmişəm, o nəzəri burada da imtahan vermişəm. Praktik. Bu yox. Bacarıqlar, mən nəyi bacarıram? Bəli. Bununla verilməlidir, ona görə seçilməlidir. Məsələn, dövlət imtahanında deyək. Elə deyək, yəni onun kimi. Bizdə var da dövlət imtahanı. Rezidentura niyə ehtiyacımız var? Ləğv olundu dövlət imtahanı. Bacarırsın, mən bilmirdim. Dövlət imtahanı yoxdur. Düzgün deyil də. Mən olsam dövlət imtahanı satıb rezidentura ləğv edərdim. Mənim fikrimdə. Rezidenturaya qəbul. Bilirsiniz, balla seçilən bir ixtisasda əgər bir insan bu sənəti sevmirsə, məcburiyyətdən Azərbaycanda biraz mental baskılar da var da. Bax, filan kəsin uşağı girdi, sən də girməlisən. Və bu adam göz həkimi olmaq istəmir. Amma göz həkimən yüksəkdədir də. Bu adam psixiatr olmaq istəmirsə, tamam. Bala görə psixiatriyanı seçməz. Başqa onda mən bir şey deyim. Tərs teoriya. Adamın marağı yoxdur. Bir sahəyə deyək ki, məsələn, gözdən dedim. Oftalmologiya. Amma oğlan da əsgərliyə gedəcək. Okay. Amma eyni zamanda Almaniya hazırlaşır. İndi o biraz problemlidir. Rezidenturanı sərbəstlik vermək olmur. Əsgərlikdən şey kimi istifadə eləyir. Joker. Əsgərlikdən saxlanma şeyi kimi istifadə eləyir. Əslində marağı yoxdur o sahəyə. Yer tutur başqasına yer. Yəni balı hara düşdü götürür. O tərəf də var. O dediyim variantı eləsək, onda ümumiyyətlə heç bunu yığıb yığışdırmaq olmaz. Yəni.
biraz düzəlməlidir. Bəli. Onun üçün özümüzdə də bir düzəlmə olmalıdır. Təbii ki, özdən başlamaq önəmlidir. Yəni insanlar düzəlməlidir ki, o sistemdə düzəlsin, sərbəstlik olsun. Sual verdim, deyirəm ki, qəbul olub, 2 ay sonra gəlib xaric olur. Ki, xaricə gedirəm. Deyirəm, niyə yazdırdın ki? Niyə cəmaatın yerini tuturdun? Deyir ki, girmişdim də. Deyirəm, amma 2 aydan sonra sən çıxırsan, sənə görə çöldə qalan var. Valideyn də deyir ki, sən mənim uşağıma deyir təsir eləyirsən, onu pis hala salırsan, psixoloji olaraq. Bu maşın olur ya, araya girib yeri bax, onun kimi bir şeydir. Onun kimi bir şeydir. Deyirəm, axı sən bilirsən ki, deyir, birdən qazanmasaydı, əlində tutub özünü sığortalayır. Egoizm. Amma ben yazıq o çöldə qalan bir nəfər aşağıdan birinin qalxması deməkdir də. Bunun yerinə o qalxacaq, onun yerinə axırda girməyənin biri də keçəcək. Yenə qayıtdıq ara, bir şey dəyişmək istəyirsə özümüz dəyişmək. Çünki valideyn onun tərəfini orada saxlayırsa ki, sən mənim uşağıma psixoloji təsir edirsən, belə şey niyə deyirsən? Vaxt itkisi biraz insanlar vaxt manipulyasiyasından biraz qurtulmalıdır. Haqqıdır da deyir. Bir il yox, tamam, 3 il sonra gəlsin. eləsin. Yəni tələsməyə ehtiyac yoxdur. Məsələn, bu özündən başlamışkən bəzi kafedra müəllimləri var ki, öz kafedrasında heç bir materialı dəyişmədən, heç nə eləmədən cəmiyyətdə nə isə dəyişmək haqqında danışır. Sizin bu barədə fikirləriniz? Yenə o məsələyə qayıdıram. Mənə görə bunu həmişə özümə də deyirəm, ətrafımda da deyirəm, yəni rezidentlərim olanda onlara da deyirəm. Bir insan cəmiyyətin dəyişməyini istəyirsə, özündən başlamalıdır. Mən də həmişə onu deyirəm. Mən kafedramda nəyi görmək istəyirəm? Mən onu o cür başlamalıyam ki, və ya da işlədiyim hər hansı bir yerdə başlamalıyam ki, orada işləyən görsün ki, mən bunu elədim. O da o cür davam eləsin. Elədir. Yoxsa mən o insanın övladı da o cürdür. Səni necə görürsə, o cürdə davam eləyir. Psixologiyanın təməli odur zaten. Yəni yolda gedirik, hərdən fikir verirəm. Valideyn uşağını məktəbə aparır, qırmızı işıqda darta-darta aparır. Ona necə izah edəcəksən qırmızı işıqda? Sabah sən ona necə deyə bilərsən ki, qayda pozma. Məsələn, sən özün pozdun. Ata TikToka baxır, ana TikToka baxır, deyir oğlum niyə oxumur? Bəli. Yəni örnək olma orada da önəmlidir. Sən özün qanunu, qaydanı pozursansa, övladından sən bunu gözləyə bilmərsən və sonunda bu övladlar da yenə cəmiyyətin bir üzvüdür. Niyə? Mən cəmiyyətin düzəlməyini istəyirəmsə, özüm də övladıma təsir eləməliyəm. Belə çıxır ki, onlar egoistdirlər də o danışanda. Bəli. Açıq şəkildə. Özün dəyişməyib, sən ay bu belə olmalı, deyil olmalı. Sən birinci öz sistemini düzəlt. Olmalıdır. O zaman nə dəyişdin? Özündə nələri elədin? Heç nə. Sizə bir sualım Qarabağ Universitetinin nəzdində açılacaq tibb fakültəsi haqqındadır. Fikirləriniz, yəni hal-hazırda tibb universitetində belə təməlli bir keçmişdən qalan bir baza var. Bəs Qarabağ Universitetindəki tibb fakültəsi bu praktikanı harda keçəcək? Belə də birinci növbədə Qarabağ Universitetinin nəzdində belə bir fakültənin açılması çox mənalıdır. O tərəfi hə. Bu həm o bölgə üçün, həm o bölgənin cəmaatı üçün, həm insanların öz motivasiyası. Motivasiyası ən əsas da tibb təhsilinin inkişafı. Niyə? Rəqabət? Bəli. İndiyə qədər bizdə təbii monopoliya var idi. Bəli. Yəni tibb universiteti özündən asılı olmayaraq. O vaxt bir yerdə var idi sanki. Özəllər var idi. Xəzərdə falan. Amma yenə də seçim birinci buraydı. Kimlər gedirdi? Ən qaymaqlar bura gəlirdi. Hə, kimlər gedirdi? Məsələn, əvvəl o San Marino falan vardı, bağlandı Beynəlxalq Universitet, nə bilim şeylərin tərkibində. Ora daxil ola bilməyənlər gedirdilər, adlarını yazdırırdılar. Bəli. İndi oradan həkimlər də var, ha? Var, hər davam edenlər var. Təəssüfçi. Amma fərq çox bilinir. Nə qədər desələr də ki, tibb universitetində ay belə təhsil, fərq böyükdür. Təbii ki. Həqiqətən, yəni o məsələn mən tibb universitetinin suyu çox fərqlidir. Rastlaşdığım çox insan var. Böyük bir fərq var. İstər-istəməz o nə qədər ki təhsil vermirlər dediyi halda ən azından mən bununla razı deyiləm. Ən azından təməl 3 ilə qədər olan təhsil. Müayinə də var. Yəni müayinəni görürsən. Hipokrata ən azından and içirsən. 3 ilə qədər olan təhsil yaxşıdır. Yox, indiki dönəm çox möhtəşəmdir əslində təhsil. İndi amma praktik olaraq ondan razıyam ki, əvvəllər bir burada
baza məsələləri, 2 bazada təhsil verənlərin xəstə ilə olan münasibəti ki, burada onu tələbəni onun yanına aparmağa mane olurdu. Bir də maraq. Məsələn, mən tələbi ilə niyə məşğul olum ki, burada 3 dənə xəstə qəbul edərəm. Hə, bax o da problem idi. Burada əslində başqa bir şey ortaya girir. O zaman müəllimi maraqlandıran nədir burada? Maddiyyat idi. Onu demək ki, təmin eləsəydik düzələrdimi? Bəlkə də ola bilər. Amma digər tərəfdən də insan elədir ki, artdıqca ehtiyacları artır. Təpədən dırnağa sən arzu diləysən, nəfsində doyumsuz fəqət eşqindən verəysən. Nə qədər olsa deyəcək ki, Artıqını ver. artıq verirsən. Bəs bu Qarabağda mən əslində sevindim ona, amma sonra sorğuladım ki, bəs bu praktik bazanı hansı xəstənin üzərində öyrənəcək bunlar? Düz sözsüz ki, oranın da bir əhalisi var və getdikcə də artacaq. Ən azından belə deyək, məsələn, Pilot layihədir bu yəqin ki, hə, yoxsa? Yəni pilot deməyək, artıq yəni köç başlayıb var. Yox, tibb fakültəsinin pilotu. Onu deyirəm. Yəni kimlərə xidmət eləyəcək? Ən azından oranın bir tələbəsi var. Bu il qəbul da çox möhtəşəm bir qəbul olmuşdu ilk il üçün. 1200 falan bir qəbul var idi. İlk hətta orada işləyənlər də var olmuşdu. Yəni oradan bilirəm ki, daha yaxşı bir nəticə. Sonra brifinq oldu. Orada da bu məlumatlar deyildi. İlk il üçün hətta yüksək bal toplayanlar oranı seçiblər. Çox yəni yaxşı bir başlanğıcla olmuşdu. Sonra onların ətrafı var. Orada işləyənlər var. Oranın sakinləri var və o sakinlər ilbəil artacaq. Yəni Qarabağa köç artıq davam edirsə. Orada işləyən fəhlələr də var. Əslində mən bu tərəfinə baxıb görməmişəm. İşçilər var sözsüz. Yəni müəyyən şirkətlər var, fəhlələr var. Bunlar bir artıq orada o əhalini formalaşdırır. Yəni çatışmasa maksimum Bakıya 3 aylıq rotasiya. O da ola bilər, amma mənə elə gəlir ki, o vaxta qədər artıq bu qəbul başlayıb xəstə kliniki keçincə, tədrisə ən azı bir 3-4 il keçəcək. 3-4 ildə oranın o əhalisi formalaşacaq yəqin ki. Sonuncu bir trend mövzudan sizə bir sual verəcəm. Ondan sonra gənclərə tövsiyəmizə keçək. Bəzi xaricdə oturmuş jurnalistlər Azərbaycan daxili qarışıqlığa səbəb olacaq açıqlamalar verir. Bu barədə fikriniz doğru mu eləyirlər, yoxsa yanlış mı eləyirlər? Yox. Burada səhiyyədən də söhbət gedir. Yəni bu bir mənalı şəkildə, məsələn, rastıma çıxsa da o rast gələ ki, çevirdikcə bəzən olur, dinləmirəm. Mən də dinləmirəm əslində. Çünki kənardan oturub söz demək asandır. Bəsitdir, gəl burada yaşa. Gəl burada denən. Nəsə dəyiş. Və üstə gəl, dəyişməyini istəyirsənsə niyə getdin? Çox möhtəşəm cavabdır. Qısa konkret. Bəli. Demək ki, istəmirsən, sənin burada məqsədin başqadır. Demək burada nəsə pul məqsədi və ya və başqa orada kommersiya oturmuşsan, var. işin nədir sənin? Harda işləyirsən? Həmin dövlət səni maliyyələşdirir. Bəli, işləmirsənsə bu dəyirmanın suyu hardandır? Yəni. Zaten bizim dövlət Demək elədir ki, ki, kimsə sənə elədir. bunu dedirdir, yazdırır. Belə Ya da özün trend olmaq Bəli, istəyirsən. özün trend. Amma trend olmaq üçün də sözsüz ki, bunun bir işi gücü olmalıdır. Biznesmen olsa desə, deyərəm ki, adam biznesmendir, pulu gəlir, deyir. Sən işin gücün yoxdursa, Niyə bunlar danışırsan? niyə danışırsadan başqa? Səni danışdıran kimdir? Ya məsələ biz nədir? Heç olmasa analiz edib sonra bunu elə. Bax, Sən bu dövlətdə deyilsən və burada qarışıqlığa səbəb olursan. Hər bir xəstə gəlib hər bir həkimdən şübhə duyur. Bəli, artıq yəni o Sən bir psixolojik təzyiq göstərsən dövlətə. Haqlı tərəfləri ola bilər. Bəli, ola bilər. Ola bilər. Amma yəni bunun başqa yolları da var. Sivil yollar da var. Çox bəsit bir şey deyim Samir bəy. Yəni biz danışanda qışqıra-qışqıra danışsaydıq biz bir-birimizi eşitməyəcəkdik. Sivil yol. Sivil yolları var. Məsələn, məlumatın varsa rəsmi şəkildə yaz, müraciət elə, tədbir görülsün Yəni. və araşdırılmasını istə. Bəli. Yoxsa bunu başqa şəkildə həkimlərə Artıq burada qarşı başqa məqsədlər var. Başqa məqsədlər var, kampaniya bəs. şəklində. Və bəzi həkimlər də buna qoşulur, o Və- problemdir. Niyə bir kəsmədi? Mən bir sual verdim şeydə, sosial şəbəkədə. Filan şeylər var idi. Niyə ora deyilmir? Deməyə ehtiyac yoxdur.
Çünki elə yerlərdə var ki, məsələn bilirsən ki, bunun təsiri yoxdur. Yəni bəsit. Nəsə çox bunları müzakirə eləməyək. Onlar onsuz da mənasız insanlardır. Düzələn Hə, yəni o həmişə var. Azərbaycanda onlar həmişə var. Təəssüf ki var. Onsuz da 93-də də var idi, əvvəllər də var idi. Yəni bu dəyişəsi bir şey deyil. Çünki bizim dövlətdə həm 9 iqlim qurşağı, həm dəyərli sərvətlərimiz çox olduğuna görə bütün böyük ölkələr də, yəni istər-istəməz əl uzatmaq istəyir, maraqlı olmaq istəyir. Ümumiyyətlə sizin tələbələrimizə mikrobioloq olmaq istəyən, mütəxəssis olmaq istəyən, yaxud dosent olmaq, araşdırma istəyən insanlara məsləhətiniz bizim üçün? Birinci növbədə insani keyfiyyətlər. Çünki ixtisas öyrənmək, bir mütəxəssis olmaq asan məsələdir. Amma insani keyfiyyətlərə sahib olmaq, onu qorumaq çətin məsələdir. Evet. Yəni o dəyərləri gözləməlisən. Bir-birinə hörmət, qarşılıqlı. Bunu və eyni zamanda milli dəyərlərə sahib olmaq. Ən önəmlisi. Harda olursan ol, önəmli olan budur. Yəni o milli dəyərləri qorumaq. Önəmli, çox önəmli. İkinci isə öz sahələrində nə olacaqlarsa, hansı mikrobioloq ola bilər, cərrah ola bilər və s. nə olacaqlarsa, Kamil Palançı. bəli, o işin əsl sahibi olmalıdır. Sev. Sevərək. Bəzən tələbələrə soruşuram, istəyərək birinci dərsi ona həsr edirəm praktikada. Hətta anket formalaşdırmışam, anket paylayıram, özüm istədim, valideynimmi? Valideynlə gələnlər çoxdur. Soruşuram, nə istəyirdim? Məsələn, kompüter sahəsi. Bəlkə də Azərbaycan kompüter sahəsini mühəndisliyi itirdi. Bəli. Məsələn, var deyir, musiqi mənim marağımda. Niyə bu musiqi şünas olmaz? Niyə hamı həkim olmalıdır? Niyə hamı diplom almalıdır? Mən həkiməm, mənim yoldaşım da həkimdir, amma uşağım olmaq istəmir. Sərbəst Nə istəyir? Kompüter sahəsi istəyir. Zaten sən onu düzgün tərbiyələmisənsə, o öz yolunu tapacaq. Əsas olan o sahədə bu ölkəyə xeyir verməkdir. Bizdə mentalitet biraz problem yaradır. Yəni bu sevməyərək həkim olub, səhər çıxdı, axşam qayıtdı eləməkdənsə bir xəstənin ölümünə də səbəb ola bilər. O da ola bilər. Yarıcan da eləyə bilər, amma bir məsələn gitara mütəxəssisi deyək də, musiqi şünası. Niyə olub ölkəni tanıtmasın? Məsələn, Rəmiş kimi, yaxud Alim Qasımov. Bəli. Ya o Vaqif Mustafazadə. Yəni qızı da məsələn bəli, yəni ölkəni tanıdan insanlardır. Niyə bunlardan olmasın? Niyə onları davam eləməsin? Niyə hamımız həkim olaq? Niyə hamımız həkim və niyə hamımız kompüter mühəndisi olmalı, hüquqşünas olmalıyıq? O niyə sualını versələr, əslində oradan geri qayıdacaqlar, amma sadəcə olaraq indi o dediyi kimi mentalitet məsələsi, qızların cehizində bu diplom olsun, həkim diplomu. Dəhşət. Oğlanlar da yenə oğlum həkimdir, amma oğlun nələr çəkir onu bilmirsən. Məsləhət vermək çox bəsitdir. Bəli. Oğlun həkim olmaq istəmir, amma ürəyində başqa işlə məşğul olur. Onun 6 ili bir 125 ilə mal olur, yəni öyrənmədiyi yerdə. Mənim tanıdığım var. 6 ilini bitirir, çox qəşəng oxudu. Amma istədiyi sahə deyildi. Bitirən kimi getdi başqa sahəyə. Belədir, məndə də elə tanışlar olub yəni. Amma oxuduğunu da oxudu ha. Məcburiyyət söhbətidir əslində. Yəni başdan sona da eləyə bilərdi, eləmədi. Maksimalistdir də böyle. Oxudu. Hətta görürdün ki, öz deyirdi ki, istəmirəm də, sevmirəm, amma kitabları alanda bütün xarici ədəbiyyatları alırdı. Bir gün qayıda bilər ha o. Müəyyən qədər sevgi yaransa. Ola bilər, amma hələ ki qayıtmır. Samir müəllim, çox xoş oldu sizinlə bu söhbətlər. Hələ də xoş oldu. Sonda sizin kitab və ya şeir tövsiyəniz. Mən daha çox şeir oxuyuram deyə şeir deyirəm. Hə. Amma kitab da deyə bilərsiniz. Kitab tövsiyəsi... Amma tip sahəsinə uyğun da ola bilər də. Daha çox mövzumuz bu barədə. Buranı kəsərik. Kitab tövsiyəsi. Kitab tövsiyəsi... İndi bax onu belə deyim, ən çox xoşuma gələn kitablardan biri Qılınc və Qələmdir. Hə, bilirəm, oxumuşam onu. Çox qəşəngdir. Onu hətta bir dəfə uşaq şagird olarkən oxumuşdum məktəbdə. Yenidən aldım
Ha, yenidən oxumamışam amma. Hətta belə elədim, yeni versiyanı aldım, amma redaktör xoşuma gəlmədi. Təəssüf. Çünki söz şeyləri tamam fərqlidir və bizim özümüzdə olan sözlər deyil. Ona görə qayıtdım, köhnəsini tapdım onun. Belə qırmızı cildi var idi. Köhnəsini tapdım, onu bir daha oxudum. Möhtəşəm kitabdır. Yəni yenidən həqiqətən bir də o anları yaşayırsan. Keçmişə də qayıdırsan. Psixolojik olaraq qayıdırsan, sanki o dövrdə özünün yaşayırsan. necə dəyişdiyini də hiss edirsən. Nizami Gəncəvi, elə bil ki, onun dövründəsən. Nizami Gəncəvinin evə girməyi, evdə oturmağı, Atabəylər dövləti, onların o döyüşlər. Möhtəşəm. Möhtəşəm kitabdır. Məncə bu kitabı oxumağa dəyər. Mən də və orada bir şey də deyim, hazırki günümüzə də xitab edən bir şeydir. Yəni bir tərəfdə qələm, bir tərəfdə qılınc. bir tərəfdə qılınc. Yəni hazırki dünyanın bu vəziyyətinə müharibənin çoxaldığı, döyüşlərin çoxaldığı, ölümün çoxaldığı dövrdə əldə qələm varkən niyə qılınca əl atılsın? Onda mən burada mənim 6 yaşından əzbər bildiyim Məmməd Arazın Dünya Düzəlmir ki şeirini hamıya tövsiyə edirəm.